Gürcüstanın paytaxtı Tbilisidə fasiləsiz etirazların başlanmasından bir il ötür. Bu ildönümü münasibəti ilə keçirilən mitinq iştirakçıları Tbilisi Dövlət Universitetində toplaşaraq oradan Gürcüstan parlamentinin binasına doğru yürüyüş ediblər. Bir il öncə Gürcüstanın baş naziri İrakli Kabaxidze Avropa inteqrasiyanın dayandırılmasını elan etdikdən sonra minlərlə insan Tbilisi küçələrinə axışdı. O vaxtdan bəri etirazlar hər gün fasiləsiz olaraq davam edir. Müxalifət nümayəndələri həmçinin Vahid Milli Hərəkatın lideri Tina Bakuçava da yürüyüşdə iştirak ediblər. Gürcüstan QHT-ləri birgə bəyanat yayaraq düz bir il əvvəl Bedina Evanişvili hökumətinin Gürcüstanın Avropaya inkişaf yolunu kəsdiyini, Gürcü arzusu hökumətinin isə Rusiya təhlükəsi ilə üz-üzə qalması və Qərb dünyası ilə əlaqəsini kəsməsi üçün ölkəni tək qoyduğunu bildirir. 2024-cü il noyabrın 28-də baş nazir İrakli Kabaxidze Aİ-yə üzvlük danışıqlarının başlanmasının gündəmdən çıxarıldığını elan etməsini təşkilatlar konstitusiyaya zidd və cəmiyyət üçün təhqiramiz adlandırıblar. Bəyanat müəllifləri qeyd ediblər ki, son bir ildə hökumət geniş miqyaslı repressiyaya başlayıb. 160-a yaxın cinayət işi açılıb. Təxminən 300 etirazçı işgəncə və pis rəftara məruz qalıb. 600-dən çox adam saxlanılıb. 1000-dən çoxu siyasi səbəblərə görə cərimələnib. Jurnalistlərə qarşı 400-ə yaxın təzyiq faktı qeydə alınıb. Vətəndaş cəmiyyətinin işini məhdudlaşdıran qanunlar da qəbul edilir. QHT-lərin fikrincə, bu hərəkətlər Gürcüstanın beynəlxalq təcridinə və Aİ və ABŞ ilə münasibətlərinin pisləşməsinə gətirib çıxarıb. Hökumət isə gündəlik olaraq Qərb tərəfdaşlarına hücum edir. Norveç Xarici İşlər Nazirliyi son bir ildə Gürcüstanda baş verən hadisələrə reaksiya verib və haqsız yerə həbs olunanların azad edilməsinə çağırıb. Norveç Gürcü xalqının Avropa istəklərini, ifadə azadlığını və dinc etiraz hüququnu dəstəklədiyini bir daha təsdiqləyir. Haqsız yerə həbs edilənlər azad edilməlidir. Nazirlikdən bildirilib.